Erməni əskərlərinin nə döyüş qabiliyyəti var, nə də ki ruhu. Bu ölkə hətta havadarları olmadan öz sərhədlərini belə qorumaq iqtidarında deyil. Türkiyəyə ezam olunmuş əməkdaşlarımız Ermənistan-Türkiyə sərhəddindən reportaj hazırlayıb izləyək. Ermənistan Azərbaycanla Türkiyə arasında imperialist qüvvələrin bir layihəsidir. Bu layihə milli lider Heydər Əliyevin sözləri ilə desək, bir milləti iki dövlətə ayırıb. Erməni dövləti özlərinə aid olmayan qədim Azərbaycan torpaqlarında, İrəvanda yaradılıb. Ermənistan sərhəddinə ilk dəfə bu qədər yaxınıq. Bura Azərbaycanın işğal altında olan torpaqlarında Azərbaycan-Ermənistan təmas xətti deyil. Bura Türkiyə və Ermənistan sərhəddidir. Türkiyə-Ermənistan sərhəddinin bir hissəsini də Arpa çayı təşkil edir. Maraqlısı budur ki, bir zamanlar Qərbi Azərbaycanı işğal etməklə özlərinə dövlət kuran ermənilər bugün həmin torpaqları qorumaqda acizdir. Ermənistan sərhədlərini başqa millətlərin, dövlətlərin qoruması heç kimə sir deyil. Elə arxada gördüyümüz mənzərədə də bu bir daha sübut olunur. Ermənistan-Türkiyə sərhəddi erməni və rus əskərləri tərəfindən birgə qorunur. Gördüyünüz kimi Ermənistan nəzarət məntəqəsində öz ölkəsinin bayrağı ilə yanaşı həm də Rusiyanın bayrağı dalğalanır. Və ən azından odur ki, Ermənistan bayrağı Rusiya bayrağından bir neçə santimetrdə aşağıda dalğalanır. Bu da onu göstərir ki, Ermənistan müstəqil dövlət deyil, Ermənistan Rusiyanın forpostudur və bu ölkənin hətta sərhədlərini də Rusiya qoruyur. Öz ölkəsinin sərhədlərini qoruya bilməyən dövlət də müstəqil sayıla bilməz. Arazxan, Elnur Şibliyev, İskəndər Qəmbərov, Türkiyə-Ermənistan sərhəddi, Qars.